Xammal, sinklənmiş və ya sinklənmiş polimer örtüklü polad vərəqələr kimi rulon şəklində xaricdən ölkəmizə idxal edilir. Xammalın xüsusiyyətləri: eni 1250 mm, kənarlaşma 3 mm, daxili diametri 508-600 mm, kənarlaşma 10 mm. Rulonun ortasında dəmir barabanlardan istifadə olunur. Rulon suya davamlı kağıza və xüsusi selafala bükülür, daha sonra dəmir təbəqələrlə qablaşdırılır və taxta paletdə polad lentlərlə bərkidilir. Xammalın qalınlığı müştərinin seçiminə əsasən 0,18 mm-dən 1,20 mm-ə qədər dəyişir və kənarlaşma 0,03 mm. Xammalın səthi rəngsiz sinklənmiş, rəngli, parlaq və ya mat ola bilər. Sink örtüyü 40-120 qram metr kvadrat, kənarlaşma 6 qram kvadrat metr üçün. Ulduz dam örtükləri. Sizi qoruyan dam örtüyü.